Dürüst olsa hələ də biraz şokdayam. Bilirsiniz, Titanic filmi üzərində o qədər uzun müddət və o qədər çətin şərtlərdə çalışdıq ki, su soyuq, gecə çəkilişləri, yoxsuzluq, həm də yorğunluq. Bəzən elə gəlirdi ki, bu gəmi həqiqətən batır. Amma indi tamaşaçıların reaksiyasını görmək bütün o yorğunluğu silib aparır. Həm də James Cameron tam bir dahidir. Bəli, o, hər şeyin, hətta kostyumun düyməsinin belə dövrə uyğun olmasını istəyirdi. Amma məhz bu detalçılıq filmi bu qədər möhtəşəm etdi. O sadəcə bir film çəkmədi. O, tarixin bir parçasını yenidən canlandırdı. Kate Winslet'lə olan kimyamız isə işi asanlaşdırdı. Kate olmasaydı bəlkə də o soyuq sularda bu qədər dözə bilməzdim. Mən sadəcə hekayə danışmağı sevən bir aktyoram. Ümid edirəm ki, bu uğur mənə gələcəkdə daha mürəkkəb və fərqli personajları canlandırmaq şansı verəcək. Jack Dawson hər zaman qəlbimdə xüsusi bir yer tutacaq. Çünki o anı yaşamağın və azadlığın simvoludur. Hər günü dəyərləndirmək. Bu sadəcə bir replika deyil, həm də mənim yeni şüarımdır.